Hər kəsə salam, Kəşfiyyat kanalımıza xoş gəlmisiniz. Mən Həsən. Mən Elvin. Bugünkü videomuz bizim kanalımızın ilk videosudur və hansı ki biz bu kanalda ümumi kəşfiyyat kanalı olaraq ölkəmizi və xarici gəzərək gənclərin gözünə hansı təcrübələr qazanmışıq, onun haqqında danışacağıq və ilk təcrübəmiz də Elvinlə bizim haqqındadır. Work and Travel. Work and Travel proqramı haqqındadır. Gəlin videoya keçək. Work and Travel proqramı ilk öncə hamının bildiyi kimi, məncə hamı bilmir, bildirmək lazımdır. Mədəni mübadilə proqramıdır. Hansı ki əsas məqsədimiz burada Amerikanı gəzərək həm işləyib özümüzə təcrübə əldə etmək, həmçinin oranın gözəlliklərini görməkdir və tələbəlik illərində bizə verilən məncə sən də qatılarsan ki, ən böyük şanslardan biridir. Çünki biz bilirik ki, bu vaxtlar Amerikaya viza almaq çox çətindir, amma məncə ən asan variantlardan biri Work and Travel-la Amerikanı görməkdir. Və düşünürəm ki, əgər siz xaricdə təhsillə barəsində maraqlanırsınızsa, bu körpü rolunu oynayır məncə. Körpü rolunu oynayır. Siz gedib görəsiz və təcrübə qazanasınız ki, xaricdə həyat necədir, insanlar necə yaşayırlar. Məsələn, mən ora ilk gedəndə 2-3 gün mənə real gəlmirdi. Məncə sənə də elədi hər şey. Çox tam başqa cür olur. Siz düşürsüz yeni bir atmosferə, yeni insanlar, yeni hər şey. Məsələn, mənim uşaqdan xəyalım olub ki, Amerikanı görüm və bunu orada canlı şəkildə yaşayırsınız. Mən istəyirəm sənə danışasan təcrübəndən. Amerika çox böyükdür. Ona görə hər şey çox tez gedir. Hər şey çox böyük görsənir. Biz də çox balacayıq. Və bu sizə qorxunc gəlməsin. Bu böyük bir təcrübədir və siz Bakıya qayıdanda başqa tələblərdən bir neçə addım qabaqda olacaqsınız. Çünki və əsas da odur ki, sən dediyin kimi bir dolu çamadan xatirə ilə gələcəksiniz və Elvin dediyi kimi tələblərdən fərqli olacaqsınız. Burada biz ümumiyyətlə təbəqə söhbəti eləmirik, amma siz artıq təcrübəli bir insan kimi həyata başlamış olacaqsınız. İndi isə istəyirəm ki, əsas suallarımız var bizim. Məncə hamıya maraqlı olar ki, necə oldu biz bu proqrama müraciət etdik. Mən ilk öncə özümdən başlayım, sonra ötürəcəm topu Elvinə. Mən heç bu proqram haqqında məlumatım yox idi əvvəlcədən. Mənim 4 dostum var, hansı ki onlara müraciət elədim mən. Öz təcrübələrini mənə bölüşmüşdülər və mənə çox maraqlı gəlmişdi ki, niyə də mən yox. Düzü başda inanmırdım ki, viza necə olar, ala bilərəmmi, bilmərəmmi. Amma sonra gördüm ki, mənim hər şeyim yaxşıdır və mən müraciət edə bilərəm, niyə də yox. Müraciət etdim vizaya və uğurlu şəkildə aldım. Avropa olsun, Amerika olsun. Avropanı getdim, gördüm. Avropanı görmək çox da çətin deyil idi, amma Amerika gözümdə dururdu ki, bu viza prosesi biraz çətin bir prosesdir. Təhsillə də getmək olar çətindir, turistlə də getmək olar əlçatan deyil. Körpü rolu. Eyni körpü rolu oynadım, getdim, gördüm. Qorxulur ki, biz viza ala bilmərik. Amerika hara, mən hara, amma məncə belə düşünməyə ehtiyac yoxdur. Hər adam, istəyən hər adam istədiyi şəkildə ala bilər. Yəni biz heç kim aparıb orada viza aldırmayıb, sadəcə özümüz çox əziyyət çəkərək bu prosesi almışıq. Və istərdim ki, biz necə müraciət edə bilərik o haqqda danışaq və hamının bildiyi Azərbaycanda məncə bir şirkət var, hansı ki, bəli, bir nömrə Interexchange şirkətidir ki, biz bura müraciət edirik və istərdim ki, Elvin danışasan bu necə olur proses. Bu proses isə siz ilk öncə konsultasiyaya gedirsiniz. Əsas bu rol sizdə oynayır GPA, yəni ortalama 80+ olmalıdır. Məncə 80+dan daha yuxarı olmalıdır. 80+-ə ümidlənib 80+ yadınıza saxlamayın. 85, 90, hətta 95. Bəxt burada böyük bir rol oynayır. Xarici pasport, ortalama tələbə olmalısınız. Bəli, və biraz da mənə vacib lazımdır. Hamını maraqlandırır ki, məncə, məsələn, mən özümdən tərəddüd edirdim ki, biraz mənə çox gəlirdi proqramın qiyməti, amma fikirləşəndə ki, sən gedib ora həqiqətən bir ay deyək də işləyib o pulu tamamilə çıxarda bilərsən, o çox yaxşı bir şeydir ki, mənə elə gəlir ki, borc belə eləyib getməyə dəyər bir proqramdır. Biz belə getmişik. Və biz özümüz də elə etmişik və hətta mənim ailəmin belə xəbəri olmayıb viza alana kimi. Elvində də məncə proses elə getmişdi. Tam olaraq. Risk eləyə biləcəyiniz ən yaxşı addımlardan biri olacaq və müraciət edirsiniz şirkətə, sizi konsultasiya edirlər və ödəniş etdikdən sonra orada sizə sayt açılır, hansı ki Work and Travel proqram saytıdır, burada görəcəksiniz onu. Daha sonra biz ora məlumatlarımızı yerləşdiririk. İş prosesi olaraq siz motivasiya videosunu yüklədiniz, öz barənizdə məlumat yazırsınız və employer accountunuza daxil olaraq accountunuza baxır və əgər siz onun xoşunuza gəlirsinizsə, o apply edir və sizlə görüş təyin edir. Bəli, burada bir sual da yarana bilər ki, tək employer mi baxır? Xeyr. Siz orada indi biz yenə burada video qoyacağıq. Gördüyünüz kimi burada çoxlu sayda işlər var və bu işlərə siz müraciət edə bilərsiniz, özünüz də apply edə bilərsiniz və employerinizə əgər istəyirsinizsə sizi tez görsün, belə bir trik də var. Hamı
bilmir bunu, onlara mail üzərindən və Instagram üzərindən də maillər ata bilərsiniz. Facebook, bəli. Çünki Amerika hissəsində Facebooka çox baxırlar. Mənim bir dostum vardı, o hətta nömrələrinə belə zəng eləmişdi. Daha sonra işi tapırsınız, sizin DS 2019 formunuz gəlir. DS 2019 formu nə deməkdir? Siz işi qəbul etdikdən sonra təsdiq olunmuş sənəddir ki, New Yorkdan gəlir o, səfirliyə aparırsınız ki, mən iş tapmışam artıq və iş tapanda həmçinin bir sual var ki, harada qalacağam. O da orada iş tapandan sonra employeriniz sizə təmin edir ondan və cüzi miqdarda elə vaxt olur ki, mən məsələn görərdim ki, pulsuz yerlər seçəsiniz. Məsələn, mənim başqa bir dostum vardı, onlar pul ödəmirdi, amma mən məsələn $100 ödəyirdim, sən nə qədər 170 dollar ödəyirdim. 170. Yaxşı olardı ki, pulsuz yeri seçəsiniz və bunu employerinizdən əvvəlcədən danışasınız ki, sizin artıq dərəcədən pulunuz çox çıxmasın. Və beləcə DS 2019-u alırsınız, o sənədi də qoyacağım. Bura nə deməkdir? Bu sizin təsdiq sənədinizdir. Vurğulayım ki, DS 2019 pasportdan sonra ikinci yerdədir. Bəli, yəni ən əsas onu itirmək olmaz. Bunu doldurursunuz və təxmini aprel ayında viza prosesləri açılır və aprel ayında açılandan sonra bütün gün götürürsünüz, gedirsiniz ora, bu sənədləri təqdim edirsiniz və onlar sizin GP-nizə baxırlar və hər şey yerindədirsə, orada sizə bunu təqdim edirlər və növbəti videolarımızda bu haqqda daha ətraflı danışacağıq. İndi üstdən gedirik hər şeyi, sürətli olsun deyənə keçək. Bəs mən sual verirəm sənə, mən indi bu hissəni sən danış. İlk gedəndə necə getdin, nələr oldu, nələr başına gəldi ilk həftədə? İlk gedəndə əsas ondan danışım ki, 20 saatlik bir uçuş idi. Vizanın alınması ki, hisslərin necə idi? Viza mən Praqadan almışdım, amma bu ildən siz Praqadan yox, ancaq öz ölkənizdən almalısınız. Mən gecə yatmamışdım viza görüşündən əvvəl, çünki içimdə qorxu var idi ki, biz almaram. Amma getdim, 2-3 dəqiqə çəkmədi. Məni təbrik edirlər ki, bu vizanı aldınız və yerindəcə deyirlər sizə vizanı aldınız ya yox. Yəni ən gözəl məqam odur. Siz həftələrlə gözləmirsiniz cavabı. Sən orada sevinmək istəyirsən, amma onu göstərə bilmirsən. Çox seriozun olmalısan. Durursan belə, okey. Yəni belə də olmalıydı da. Əgər sizə pasportu qaytarmadılarsa, o deməkdir ki, sizin vizanız təsdiqləndi. Nə deyirlər bizə? Onda təsdiqləndə your visa has been approved. Gözəl sözlərdən biridir. Necə oldu? Bir həftə nə yaşadın? İlk əvvəl çatanda hər şey çox mənə real görsənmirdi. Heç inana bilmirdim gözlərimə ki, mən doğrudan da Amerikadayam və hər şey alındı. Amerika çox böyük bir ölkədir və hər ştat ayrı-ayrı ölkələr kimi saymaq olar. Hər ştatın öz qaydaları, hər ştatın öz ayrı insanları var. Ayrı havası. Gözəl. Mən düşünürəm ki, həyatımın ən gözəl təcrübəsini və ən gözəl məqamlarını orada gördüm və böyük bir experience topladım. Çünki tək Bakıdan dünyanın o birisi tərəfinə getmək, yəni fikirləşək ki, tək olaraq heç kimin yoxdur orada, təksən. Ən yaxın dostların Azərbaycandadır. Ailən Azərbaycanda. Nəsə başına iş gəlsə burdadır. Heç kim yoxdur və sən hər şeyini öz maliyyəni düzəltməlisən, özünü cover eləməlisən, paltarını yumalısan. Bu çox özünü inkişaf etdirən bir şeydir. Məsələn, gedib gələndən sonra mən 100% əminəm ki, insanın fikirləri çox dəyişir. Məncə qatlarsan mənə də. Çox dəyişir. Və beləcə biz təxmini orada maraqlı şəhərlər gəzə bilirik, gedirik, işləyirik, qazandığımız pulla gəzirik. New Yorkda dostumla bir gecə yatmamışdıq, bütün gəzmişdik. Sonra sən təbii paraşütdən atlanmışdın. Paraşütdən tullamışam. Haçan mən 21 yaşımda Amerikada paraşütlə heç bir zaman olmaz. Sonra mən oldum məsələn, Boston'da xəyalım idi ki, Elvin Harvard Universitetinin MIT-ni görüm və hətta MIT-də mənim bir şansım da oldu ki, seminarda iştirak elədim. Məncə bu mənim üçün çox önəmli bir şeydir. Çünki dünyanın ən yaxşı universitetindəsən, onlarla bir yerdəsən və bu təcrübəni bölüşmək çox qürurverici bir hiss idi mənim üçün. Başqa indi istəyirəm keçək bizim suallarımız var, hansı ki bizim dostlarımız bizə suallar ünvanlayıb, neçə vaxt o suallara cavab verək. Axır ki dostlarımızın suallarına cavab veririk. Gəlin keçək suallara. Birinci sualımızı gəlin oxuyaq. Yazıblar ki, getməmişdən əvvəl nəyə diqqət etsən daha yaxşı olardı? Ştata. Əsas odur ki, ştata diqqət etsəz daha yaxşı olar və hara getdiyinizi daha da maraqlanarsınız və ətraflı olaraq ətrafı nə işlər var tam olaraq öyrənəsiniz. Başda dediyimiz kimi, yəni ilk başda siz də orada açılacaq sayt search eləyin, mapdə baxın ki, harda nə var, hansı iş yeri hara yaxındır. Bu çox əsas məqamlardan biridir. Deyə diqqət eləməliyəm və diqqət etməli olduğum məqam məncə dərmanlar aparılmalıdır.
100% ki dərmanlar aparın ora, çünki bəzən elə olur ki, dərmanlar olmur orada və orada dərman almaq çox çətin olur. Düşünürəm, məsələn, mənim hansısa bir dərmanım yox idi, onu resepsiz satmırdılar mənə orada. Çətinlik nə almışdım onu. Növbəti sual, nə vaxt müraciət etmək lazımdır? Yaxşı olar ki, avqustda müraciət edəsiniz. Avqust, sentyabr, oktyabr aylarında ki, sizin işinizi daha yaxşı yerə tapa bilərsiniz. Amma fevrala kimi, Amma hətta fevrala kimi də yenə tapa bilərsiniz. çox da böyük fərq yoxdur. Bəli. Getmək üçün tələbə olmaq şərtdirmi? Bəli, şərtdir. Bəli. Tələbə və magistr 1-ci kurs və tələbə bakalavr 3-cü, 4-cü, 1-ci, 2-ci kurslar müraciət Bu edə məncə bilər. ən əsas sualdır. Çünki tələbə olmasaz bu proqram ilə Amerikaya başvura bilməzsiniz. Çox təəssüf ki. Keçək növbəti bir suala. Mən sənə sual verim. Ən pis olduğun an hansı idi? Ən pis olduğum an. Məncə mənim tövsiyəm ora getsəz sıfır kontrolla, dostunuzla gedəsiniz və bu mümkündür. Hələ bir yerdə də işləyə bilərsiniz siz dostunuzla, yəni o da mümkündür. Bir ştatda qala bilərsiniz, bir evdə və s. Çünki ən pis hadisə təklikdir. Hərdən olurdu ki, Amerikada gündüzdür, Bakıda gecədir və adam darıxır, dostluğa zəng eləmək istəyirsiniz, amma gecə Bakı saat 3-dür. 8 saatlıq fərqimiz 8 var ən saat azı. fərq var, Əgər 12 bu New saat Yorkda ola olsa, bilər. əgər siz getsəz Los Angeles'a, Orada Havayda daha da çox olsanız ola bilər. 16 saat, Və Los bu Angeles'da 12 saat. adamı biraz incidir, amma məncə bu bir vaxtlıqdır və siz bunu qəbul etməlisiniz ki, biz Bəli. bu bir 3 aylıq, 4 aylıq bir zamandır. Keçən növbəti suala sən Nə gözləmədiyin kimi çıxdı? nə gözləyirəm? Mən amerikanlıları daha qeyri-səmimi bilirdim. Yəni elə fikirləşirdim ki, onlar çox münasibətçil deyillər. Biraz ikisi davrana bilərlər, amma tam gözləmədiyim kimi çıxdı. Daha çox danışırdılar, gülürdülər və həyat dolu idilər məncə əsas onlar. Növbəti sualı mən sənə verim. Səncə hansı işləri seçmək daha yaxşıdır? Yaxşıdır. Mən özüm çox bir işlərdə işlədim, çox işləri də dəyişdim və ofisiant, waiter sizə çox da tövsiyə etmirəm. Çox uşaqlar deyir ki, ofisiant daha çox pul qazanır. Bəli, qazana bilər, amma responsibility çox. Bəli, çoxdur. Bir də ki, elə ola bilər ki, siz ofisiant çox az miqdarda pul qazanır, 3-4 dollar saatına və əsas pulunu tipsdən götürür. Amma sizin bəxtinizdən elə yerdə işləyə bilərsiniz ki, orada adam az olsun. Həmçinin elə bir yer ola bilər ki, dağlıq yer ola bilər, yağış tez-tez yağa bilər orada. Adam gəlmədə pulunuz da yoxdur. Amerikada belə bir yəni yağış yağdı və riski qar da yağa bilər, yəni bu Bakıdakı kimi deyil ki, bu yay normal keçsin və orada belə tez-tez mövsüm dəyişir. Ona görə də ofisiant mən deyirəm ki, sizə tövsiyə edirəm, stabil bir iş, 17 dollar saatına və stabil fərq hansı iş səncə? Mən ən gözəl iş marketdə, supermarketdə, Walmartda 17 dollar saatına işləmək. Bəli, çünki stabildir. Yağış yağdı, yağmadı. Həmişə iş var və məncə saatı da çox verirlər. Vaxtdan da çox verə bilərlər. Məncə kitchen'da yaxşıdır, kitchen'da işləyə bilər, amma kitchen'da işləyən zaman orada tipsdə yazırlar. Responsibility də çoxdur. Tipsdə kitchen'da bir şey yaxşıdır ki, sən oradan yemək yeyə bilərsən. O da düzdür. O yeməyə pul verməyəcəksiniz. Bunu seçə bilməyiniz avantaj ola bilər. Ən pis olduğun an hansı idi? Ən pis olduğum an Amerikada sizi qorxutmaq kimi gəlməsin, amma homeless adamları görmək idi. Çünki o həddindən artıq çoxdular və amma elə olsa da düzgün adama olmaz dəymirlər məncə. Mən elə fikirləşirdim ki, onlar adama dəyəcəklər. Yəni belə baxsan yaxşı insandılar. Amma prosta bu yola düşüblər, ya nə səhvlik eləyiblər və bu yolu seçiblər. Amma bəli, toxunmurlar, amma qıraqdan keçəndə baxırsan. Mən istəyirəm ki, videomuzu burada bitirək. Növbəti videomuzda hansı mövzuya toxunaq? Viza prosesi haqqında ətraflı şəkildə məlumat vermək istəyirik və necə müsahibəyə hazırlaşaq, ümumiyyətlə hansı suallar verə bilərlər bizə, getməmişdən əvvəl hansı proqramları yükləməliyik ki, bizə çoxlu kömək olsun. Bu haqqda danışacağıq. Bizim ilk videomuz bu qədər. Hamıya çox sağ olun deyirik və bizim referimizi istifadə edərək burada refer qoyaq. Burada qoyaq. Yuxarıda qoyaraq siz müraciət etdikdə $50 endirim qazana bilərsiniz. Sağ olun.